Nəcəf bəy Vəzirovun Müsbət-i Fəxrəddin pyesində obrazların xüsusiyyətlərinə uyğun olaraq ardıcıllığı mühümdür. Qardaşının bu mühitdə baş çıxara bilmədiyini düşünür. Bu kim idi? Əlbəttə ki, Şahmar idi. Deyir ki, qardaş, belə işlər sənin üçün deyil, sən get yat. Atasının əməllərinə qarşıdır, onun qoyduğu tələblərlə razılaşmır. Bu kimdir? Mahmuddur. Atasına deyir ki, heç bu işlər baş verən vaxtda Fəxrəddin burada olmamışdı, o nə günahı var? Atasının vəhşi işlərinə mane olmaq lazım bilən, işıqlı ideallarla yaşayan Səadət xanımdır təbii ki. Rüstəm bəyin planını eşidib təşvişə düşən, özünü yurdsuz yuvası adlandıran Gülbahardır. Bu Rüstəm bəyin gəlinidir. Cavab 4-3-1-2'dir.